Qadınlar anlamalıdırlar ki, övladlarını böyüdəndə onlar kişi deyillər. Sən güclü deyilsənsə, deməli zəifsən. Axı sən güclü deyilsənsə, bəlkə ağıllıyam, bəlkə mədəniyəm. Niyə güclü olmadığımız halda ancaq zəif olurum? İntihar edən insan da birinci özünü mənəvi öldürür, sonra fiziki öldürür. Artıq cinayət baş verib. Sənin cəmiyyətə və dövlətə cinayətkar böyütməyə haqqın yoxdur. Yəni burada belə bir məsələ çıxır ortalığa ki, ana olmaq o deməkdir ki, artıq qadın olmaqdan imtina eləməlisən. Rövşən bəy, xoş gördük. Xoş gördük. Sizə belə bir sualla müraciət eləmək istəyirəm. Son dövrlər istər dünyada, istər bizim regionda yeniyetmələr arasında, xüsusilə məktəblilər arasında cinayətkar meyllər artıb və bunu müxtəlif səbəblərlə izah edirlər. Bu səbəblərdən biri də sosial şəbəkələrdə məktəbliləri bu cür hadisələrə təşviq edən platformaların olmasıdır. Bir psixoloq olaraq siz bu məsələyə hansı yöndən yanaşardınız? Sosial şəbəkələr artıq insanlarda rəqəmsal kimliklər formalaşdırıb və insanlar real kimliklərini rəqəmsal kimlikləri ilə əvəz etdikləri üçün artıq bu bir illüziyaya çevrilibdir. Yəni insan artıq həqiqətin harda olduğunu bilmir. Və valideynlər də övladları ilə münasibətdə daha çox sosial şəbəkələrin mesajları ilə danışırlar. Yəni sosial şəbəkənin dili ilə danışırlar. Bu günlərim hansısa bir rəqəmsal platformada yayılmış bir fikrin həqiqət olduğunu və bu həqiqətlə də övladına yanaşmalı olduğunu düşünür. Deyək ki, cəsarət haqqında yanlış fikir övladını qatilə çevirə bilər. Sevgi haqqında yanlış fikir övladını davamlı əzə bilər. Yəni biz anlamalıyıq ki, istənilən düşüncə peşəkar tərəfindən danışılmalıdır. Əgər biz danışanın kimliyini bilmiriksə, onun danışdıqlarının yalan olduğunu bilməliyik. Yəni şübhə olmalıdır. Əgər şübhə yoxdursa, biz orada bilik axtara bilmərik. Bugün cinayətkar təfəkkürün bu qədər yayılmasının səbəblərindən biri bu bir beynin komfort zonasıdır. Yəni komfort dediyimiz şey rahatlıq deyil. Artıq vərdişin yaranmasıdır. Bu da filmlər və bəzən kitablar tərəfindən yaxşı təbliğ olunur və təhrik olunur. Uşaqlar da filmlərə baxıb hər hansısa baş obrazın cinayət törədərək onun nüfuz qazanmasını görürsə, o avtomatik olaraq düşünür ki, mən də cinayət törətsəm, nüfuzlu bir insana çevriləcəm və görür ki, onun valideynləri də həmin baş obraza bir sevgi bəsləyir, bir rəğbət var orada. O zaman uşaq bunu niyə etməsin ki? Çünki uşaq istənilən informasiyanı bilik olaraq qəbul edir. Analiz, sintez olmadığı üçün, bir müqayisə olmadığı üçün, hər hansısa bir mövqe formalaşmadığı üçün o bütün informasiyaları artıq bilik kimi davranışa çevirir. Yəni davranışlarında artıq qeyri-adekvat üsullar görünür. Bu üsullardan da biri istər psixoloji, istər fiziki cinayətin olmasıdır. Burada əsas məsələ insanın ana-ata olması bioloji bir prosesdir. Valideyn olmaq sosial bir prosesdir. Yəni bu bir nüfuzdur. Yəni əgər bir valideyn pedaqoji şəxsiyyət deyilsə, yəni öyrədən deyilsə, nümunə ola bilmirsə, o valideyn deyil. O ya atadır, ya anadır. Son bu belə deyək də 50 ildə, 60 ildə təhsil demək olar ki, bazara xidmət edən insanlar yetişdirməklə məşğuldur. İstər universitet təhsili olsun, istər orta məktəb təhsili. Yəni gələcəyin yaxşı maaşlı mütəxəssisin yetişdirir. Təhsil prosesi artıq mənəviyyat məsələləri ilə məşğul olmur. Yəni mənəviyyat məsələsi artıq buraxılıb uşağın öz öhdəliyinə və yaxud valideynin öhdəliyinə və burada da bir məsələ var ki, hər valideynin də pedaqoji bacarıqlığının olması qeyri-mümkündür. Yəni hər valideyndən belə bir şey gözləmək qeyri-mümkündür. Sizcə təhsilin mənəviyyatdan uzaqlaşması, mənəvi öhdəliyi öz üzərindən atması
uşağı mənəvi dünyasını cəmiyyətə təslim eləməsi də bu cür halların baş verməsinə təsir göstərirmi? Çox yaxşı məqama toxundunuz. Əvvəllər təhsil, təlim və tərbiyə demək idi. İndi təhsil ancaq təlimdən ibarətdir. Yəni tərbiyə yoxdur. Tərbiyə o deməkdir ki, nümunə yoxdur. Yəni bəzi davranışları ifadə etmək üçün sənin böyük bir bilik və bacarığa ehtiyac yoxdur. Özün kim olacaqsan, səmimi olacaqsan, yalanı öyrətməyəcəksən. Bu günlərin bazara hazırlaşdırılan gənclər ancaq bazar adamı ola bilərlər. Yəni sənin geyimin sənin daxilin kimi deyil. Yəni sən çox səliqəli geyinə bilərsən, amma beynində o səliqə yoxdursa, sənin o səliqən ya manipulyasiya edəcək, ya simulyasiya edəcək, ya başqasının həyatını məhv eləyəcək və başqasının bədbəxtliyi üzərində bir xoşbəxtlik quracaq. İnsanlar düşünür ki, kiminsə bədbəxt olmağı onu xoşbəxt edəcək və ya da kiminsə yox olmağı onu var edəcək. İnsanlar bir-birlərinə bu qədər niyə asılıdırlar? Və bu günlərin təhsil mənəviyyatı kənara qoyub. Hansı ki, insan psixologiyasını formalaşdıran nəsnələr mühit və informasiyadır. Məsələn, biz bir fikir ifadə edirik, sual yaranır. Nə qədər əminsən ki, bu fikir sənə aiddir? Və yaxud da sən bu fikri öyrənəndə analiz etmisənmi? Yoxsa bu fikri artıq həqiqət kimi götürüb həyatına davam eləmisən? Bu nə qədər doğru ola bilər? O zaman cəmiyyətdə çoxlu səhvlər olacaq. Təbii ki, biz o səhvlərin üzərinə qınayıcı fikirlərlə hücuma keçəcəyik. O zaman biz hər şeyi dağıdacağıq. Və bu dağıntının içində şagirdlər yalnız güc göstərərək öz şəxsiyyətlərini tapa biləcəklər. Çünki gücünü göstərməsən, öz güvənin itəcək. Sən güclü deyilsənsə, deməli zəifsən. Axı sən güclü deyilsənsə, bəlkə ağıllıyam, bəlkə mədəniyəm. Niyə güclü olmadığımız halda ancaq zəif oluruq? Yəni bu bir ağ-qara baxışdır da. Elə deyilmi? Yəni biz əgər uşaqlarımızın yanında bir kitab oxumuruqsa, hər hansısa bir normal bir filmə baxmırıqsa, normal bir verilişə baxmırıq, amma övladımızdan bir böyük bir gözləntimiz var. Onu verməyəcək. Övlad ailədə, cəmiyyətdə və məktəbdə gördüklərini götürür. Birində deyək ki, sağlam bir mühit var, ikisində sağlam mühit yoxdursa, o uşaq sağlam olmayacaq. O uşaq ümumiyyətlə nələrisə müqayisə edə bilməyəcək. Yəni özünə münasibət olmayacaq ki, başqasına münasibət göstərə bilsin. Davamlı kiminsə həyatından oğurlamağa çalışacaq. Yəni bu gün cinayət törətmiş bir şagird təbii ki, təəssüfləndiricidir və kimlərinsə cinayətkar, kimlərinsə əxlaqsız kimi baxdığı insanlara bizim pəncərədən o bir psixi statusdur. Əgər bir insan bilirsə ki, bunu etsə qanun və hüquq qarşısında cavab verəcək, deməli ya bunu bilə-bilə edir, ya bilə-bilə etmir. Bilə-bilə etmirsə affekt vəziyyətdədir. O deməkdir ki, şəxsdə analiz, sintez dayanır, abstrakt təfəkkür işləmir, düz baxır. Yəni kognitiv bir geriləmə var. Yəni idrak yoxdur, dərk edə bilmir. Və yaxud da bir insanın əxlaqı. Əxlaq təkcə bizim cinsiyyət fəaliyyətimizlə bağlı deyil. Əxlaq həm də bizim fikirlərimizdir, bizim işimizdir, bizim həyatımızdır. Amma biz uşaqlara əxlaqı daha çox cinsi fəaliyyət kimi öyrədirik. Bu kökündən yanlışdır. Və yaxud da cinayətin yalnız adam öldürməkdən ibarət olduğunu öyrədirik. Axı cinayət həm də psixolojidir. Çünki o cinayəti törədən uşaq da təkcə başqasını öldürməyib, həm də özünü öldürüb. Özünü mənəvi öldürüb. Əvvəlcə bəlkə də özünü öldürüb. Bəli. Zaten intihar edən insan da birinci özünü mənəvi öldürür, sonra fiziki öldürür. Artıq cinayət baş verib. Yəni biz bilməliyik ki, bir uşaq əgər artıq özünü cinayətə təhrik edibsə, mütləq orada reallıq etibdir. Yəni beyninə gələn avtomatik düşüncələrin reallığı sorğulanmır. Yəni o fantastik zombi obrazı artıq belə deyir, gerçək həyatda ortalığa çıxıb da, peyda olub da. Şərt deyil ki, filmdəki kimi olsun hər şey. Şərt deyil ki, mən həmişə deyirəm, psixi pozuntusu olan insan
şərt deyil ki, başını mütləq divara çırpmalıdır. Belə bir şey yoxdur. Yəni bir söz belə bir insanın psixi statusunu göstərə bilər. Yəni biz bilməliyik ki, ətrafımıza və özümüzə biganə qalmamalıyıq. Burada əsas məsələ valideynin biganəliyidir, məktəbin biganəliyidir, cəmiyyətin biganəliyidir. Məsələn, cinayət törətmiş bir uşaq həbsxanaya gedir. Həbsxanada ona artıq başqa cinayətlər öyrədir. Biz belə bir müalicədə həmişə belə bir ifadə var, bu bir klişedir də. Erkən müdaxilə ən uğurlu müalicədir. Bu psixologiyada da belədir. Biz əgər uşağımızda bir düşüncə və davranış pozuntularını görürüksə, fikirlərini ifadə edəndə hər hansısa bir adekvat olmayan bir nüans görürüksə, biz mütləq psixi sağlamlıq mütəxəssisinə müraciət edilməlidir. Əks halda biz bunun adını xarakter qoyub o psixi statusu böyütməyə başlayıb və onun şəxsiyyətinə çevirəcəyik. Rövşən bəy, bir məsələni də soruşum, valideynlərdən danışdı. Bu gün artıq bütün dünyada, artıq bu şərqə də gəlib çıxıb, Avropada çoxdan başlamışdı bu proses. Hətta mən statistika oxumuşdum ki, məsələn, Fransada 60% uşaq bir valideynlə yaşayır. İngiltərədə tutaq ki, 40% uşaq bir valideynlə yaşayır. Bu gün artıq Azərbaycanda da, Türkiyədə də, Şərqin müxtəlif ölkələrində də bu tendensiya yayılıb. Yəni artıq dünyaya gələn uşaqların böyük əksəriyyəti bir valideynlə yaşayır və belə deyək, o bir valideyn növbə olmayan valideynin yerini doldurmaqdan ötürü uşağa sürəkli güclü olmağı, sürəkli belə deyək, seçilmiş olmağı, yəni o travmanı yaşamasın deyə. Amma bütün hallarda o uşaqlar, o bir valideynlə böyüyən uşaqlar öz ətrafları ilə münasibətdə o travmanı hiss eləyirlər və bu travmanın da belə deyək də günahkar keçisini axtarırlar ki, onu cəzalandırsınlar. Bax bunun özü də, yəni o bir valideynlə böyümək, qadınların işgüzar həyatla şirinlikləndirilməsi, analıq missiyasının karyera ilə belə deyək də əvəz edilməsi. Bunlar özləri də uşaqların bax bu cür psixoloji pozuntularına səbəb olan amillərdən saymaq olar bunları. Təbii ki, saymaq olar. Çünki bu amillər bizim reallığımızdır artıq. İstər başqa ölkələrdə, istər öz ölkəmizdə. Çox maraqlı bir şirinlikləndirici dediyiniz kimi nüanslar var. Xüsusən də rəqəmsal dünyada bu yayılır. Mən övladımın həm atası oldum, həm anası oldum. Mən işimdə bu zirvəyə çatdım və övladımı da böyütdüm. Təbii ki, istisnalar var, nümunələr var. Amma əksər hallarda bu günlərin qadınlar anlamalıdırlar ki, övladlarını böyüdəndə onlar kişi deyillər və analıq rolunu pozmaq olmaz. Uşağa da davamlı sənin atan yoxdur, amma mən səni güclü bir qadına və kişiyə çevirəcəm iddiası ilə yanaşdıqları anda bu bir emosional andır və insan emosional olaraq hər zaman səhvlərə yol verir və bir fərqindəliyi olmur. Yəni kiçik yaşlarında oynatdığı uşaqların bir günlərin 18, 20, 25, 30 yaşında olduğunu təsəvvür edə bilmir. Əgər təsəvvür etsək ki, bu günlərin bir günü bunun özün ailəsi olacaq, bunun özün dostları olacaq, ətrafında insanlar olacaq, o zaman bu onun əzizlədiyi uşaq olmayacaq bu. O əzizlədiyi uşaq onun içində olacaq və o özünü çölə ifadə edə bilməyəcək. Anlamırlar ki, uşaqlar artıq natamam böyüyür və biz gələcəyi artıq natamam inşa edirik. Və belə olan halda da natamam olan insanlar... Şikəst şəxsiyyətlər də. Bəli, şikəst şəxsiyyətlər. Burada düşüncə şikəstliyindən söhbət gedir. Və biz görəcəyik ki, yaxın gələcəkdə görəcəyik ki, istər psixoloji, istər fizioloji cinayətlər daha çox artıbdır. Nəyə görə? Məsələn, bu günlərim heç görmədiyimiz bullyingləri, mobbingləri görürük. Axı bu bizim istəmədiyimiz cəmiyyət idi. Biz o zaman harda səhv etdik? Biz nümunə ola bilmədik.
İstər uşaq tək valideynli ailədə böyüsün, istər cüt valideynli ailədə böyüsün. Uşaq orada nümunə görmürsə, nümunəni ancaq ört-basdır, ancaq güclə bir müdafiə mexanizmi quraraq, sənə bir söz deyənə 5 söz cavabını ver iddiası ilə böyüdülən uşaq heç vaxt gələcəkdə istər şəxsi həyatında, istər iş həyatında, istərsə sosial həyatında uğurlu ola bilməz. Yəni belə bir yekun vura bilərik də bu məsələyə ki, əslində uşaqların günahı yoxdur. Böyüklərin dünyası korlanıb sadəcə. Uşaqların heç vaxt günahı olmur. Uşaqlar insanın ən dadlı vaxtıdır. Bu meyvələrdə də belədir, bu təbiətdə də belədir. Valideynlər uşaqları öz dünyalarına hazırlayırlar. Ona görə belə davranırlar. Uşaqlar bizim gələcəyimizdir deyiləndə bu cəmiyyətdən söhbət gedir. Valideyn onu şəxsiləşdirir. Elə bilir ki, onun gələcəyidir. Uşaqlar özlərinin gələcəyi. Özünün uzantısı kimi görür. Bəli, özünün yarımçıq arzularını tamamlamaq. Məsələn, o gündən baxıram bir sosial fenomen paylaşıb ki, mənim xəyal etdiyim həyatı indi övladım yaşayır. Deməli, o artıq özünün bütün arzularını yükləyib uşağa. Axı bu fərqlidir. Səndən 2 dənə niyə olsun ki? Və yaxud da valideynlər övladları ilə dost olurlar. Olmaz. Rolu dəyişmək olmaz. Sən valideynsən. Sən onun rəfiqəsi və ya dostu ola bilmərsən. Yəni bir adamdan 2 dənə yaratmaq olmaz. Yəni bənzəməməlidir, nümunə götürməlidir. Səmimiyyətlə dostluq arasında fərq var. Övladı ilə səmimi olmaqla övladı ilə dost olmaq arasında fərq var. Uşağı kiməsə bənzətmək, uşağı kiminsə nümunəsində böyütmək olmaz. Çünki onun istər bioloji, istər fizioloji, istər psixoloji faktorları var. Nə qədər övladlarını tanıyır bugünkü valideynlər. Əksər uşaqları demək olar ki, dayələr böyüdür, heç valideynlər böyütmür. Dayələr böyüdür və ya məktəblər böyüdür. Bu günlərin valideynlər səhərdən axşama hamı əmək fəaliyyətindədir. Axşam da yorğunluğundan uşaqla vaxt keçirə bilmir. Uşağın dərsləri ilə maraqlanmır. Boşanan istər xanımlar, istər bəylər şəxsi həyatını yenidən inşa edib özünün o evlilik travmasını bağlamağa çalışır. O zaman övlad dünyaya gətirməyəcəksən. Əgər sən övladını dünyaya gətirmisənsə, sən bunun fədakarlıq olduğunu bilməlisən. Sən artıq bir məsuliyyət daşıyırsan. Ona görə yox ki, o sənin övladındır. Sənin cəmiyyətə və dövlətə cinayətkar böyütməyə haqqın yoxdur. Yəni burada belə bir məsələ çıxır ortalığa ki, ana olmaq o deməkdir ki, artıq qadın olmaqdan imtina eləməlisən. Müəyyən mənada. Bəli, qadın zaten ananın içindədir. Amma ana olmaq artıq bir sosial statusdur, mənəvi statusdur bu. Yəni bu qədər məna yüklənmiş bir ifadənin içində sən başqa şeylər edə bilmərsən. O zaman cəmiyyət dağılır. Ata olmaq o deməkdir ki, artıq kişi olmaqdan imtina eləməlisən. Bəli, sən kişi olmaqdan daha çox ata olmağı üstün tutmalısan. Ata olmaq bu günlərim ancaq pul qazanmaqdan ibarət deyil. Və yaxud da atanı buna təhrik eləmək olmaz. Get qazan gətir. Biz evdə belə görmüşük. Axı o ata da dediyimiz kiçik yaşlarda iməhləyən uşaq olubdur. Onun da arzuları var, onun da xəyalları var. Və yaxud da ana dediyimiz əgər həqiqətən də o müqəddəslik statusunu qorumaq istəyirsə, mütləq imtinalar etməlidir. Bəs sonda belə bir şey, bir psixoloq olaraq bu prosesin sonucun və yaxud gedişatın necə görürsünüz? Yəni bunun qarşısı alına biləndimi, yoxsa bu cəmiyyətin təbii, orqanik bir həyat tərzidir artıq? Yəni bu şəkildə də davam edəcək. Yəni növbəti qabillər növbəti habilləri öldürəcəklər. Növbəti qabillərin növbəti habilləri öldürməməsi üçün istər yaradıcı düşüncəyə, istər pedaqoji düşüncəyə ehtiyac var. Və qanun və hüquq forması olmalı düşüncədə. Bu necə olur? Yəni bu günlərin mədəniyyət qanunu formalaşdıra bilməz. Qaydanı formalaşdıra bilməz. Qanun mədəniyyət formalaşdırmalıdır. Yəni biz anlamalıyıq ki,
heç kimin qarşısında cavab verməsək də qanunun qarşısında cavab verəcəyik. Bu ola bilər bir insanı nəyisə məcbur etməkdir. Amma bu məcburiyyət yaxşı o həyat dediyimiz şeyi formalaşdırır. Yəni iradə və məsuliyyət adı altında biz heç nəyə nail ola bilmədik. İnsanı və cəmiyyəti iki anlayış dəyişir. Məcburiyyət və vərdiş. İstənilən halda, məcbur qaldığın halda daha uğurlu olursan, vərdiş etdiyin davranış və düşüncələrində daha çox nümunə yaradırsan.